Herkese salam. Videoma xoş gəlmisiniz. Bu videoda biraz karyera haqqında danışmaq istəyirəm. Niyə təyyarə bələdçiliyini buraxıb pilates treneri oldum? Və hər iki peşənin yaxşı və pis tərəfləri nələrdir? Bu seçimləri niyə elədim? Biraz bu haqqda danışmaq istəyirəm, müzakirə eləmək istəyirəm. Gəlin başlayaq. Bu arada bəyənməyi və abunə olmağı unutmayın. Dəstəyinizə görə çox təşəkkür edirəm. İlk öncə onu qeyd edim ki, elə xarakterdə insanam ki, bir çox şeyi yoxlamağı sevirəm. Yeniliklər yoxlamağı sevirəm. Ona görə bir çox sahədə əslində təcrübəm var və işləmişəm. Tərcüməçi işləmişəm. Qrafik dizayner işləmişəm. Kitab satışında işləmişəm. Heç yadıma da düşmür o qədər işləmişəm ki. Təyyarə bələdçisi, hal-hazırda ingilis dili dərsləri deyirəm. Pilates treneriyəm. Yəni bir çox sahədə təcrübəm var. Universitetdə isə mən moda dizayn üzrə oxumuşam. Bu mənim uşaqlıq arzum olub. Amma təəssüf ki, öz sahəm üzrə çox bir iş təcrübəm yoxdur. Bir çox insan düşünür ki, məsələn, təyyarə bələdçisi videoma çox komment gəlir ki, mən interior dizayn oxuyuram, mən rəssamlıq oxuyuram, təyyarə bələdçisi ola bilərəmmi? Amma daha öncə bir videoda mən başa salmışam ki, təyyarə bələdçisi olmaq üçün heç universitet belə oxumağa ehtiyac yoxdur. Yəni 11 illik təhsili bitirmisənsə, bu kifayətdir. Təyyarə bələdçisi necə oldum, niyə oldum? Bu haqqda danışmaq istəyirəm. Əslində mənim təyyarə bələdçisi olmaq kimi bir arzum heç vaxt olmayıb. Yəni bu haqqda ümumiyyətlə heç düşünməmişəm. Amma həyat elə gətirdi ki, mən Azərbaycana qayıtmalı oldum. Londonda yaşayırdım mən. Sadəcə həmən ərəfə iş axtarırdım və Azal vakansiya verdi. Rəfiqəm mənə atmışdı Instagramdan ki, bəlkə gedəsən, bəlkə yoxlayasan şansını. Mən də elə attım CV-mi, yəni random bir şəkildə və dəvət olundum, çağırdılar məni müsahibəyə. Yaxşı keçdi hər şey, müsahibədən keçdim. Sonra tibbə yolladılar, tibbdən də keçdim, hər şey əla, yəni sağlam çıxdım. Psixoloqdan da keçdim, yəni belə rahat idi mənim üçün. İlk 4 uçuş həmişə yoxlama uçuşu olur, imtahan uçuşu olur. 4-cü uçuşda sizdən həmişə imtahan götürürlər. Təbii ki də 3 ay müddətində sizə hər şeyi öyrədirlər, onlar özləri dərs keçir. Yəni bunun üçün ayrıca bir ixtisas, ayrıca bir kurs yoxdur. Mənə yazırsınız ki, təyyarə bələdçiliyi kursu harda var, harda gedə bilərəm, təyyarə bələdçiliyi dərsləri verirsiniz, belə şeylər yazırlar mənə, yəni belə bir şey yoxdur. Əgər aviakompaniya sizi işə götürürsə, onlar özləri təlim verir. Bu, yəni belədir. Və mənim ikinci ya üçüncü uçuşum idi, deyəsən, yadımda deyil. Mənim atam rəhmətə getdi. Atam rəhmətə gedəndən sonra biraz depressiyaya düşdüm açığı, yəni çox bir şeyə fokuslana bilmirdim. Amma təyyarə bələdçisi gərək ayıq olsun, gərək fikri təyyarədə olsun. Və mən çox emosional vəziyyətimlə mübarizə aparırdım. İşdə çalışırdım ki, ailəvi məsələlərimi, emosional məsələlərimi qatmayım. Amma yenə də bu təsir göstərirdi istər-istəməz. Təbii ki də bizə zaten işə qəbul olmazdan qabaq xəbərdarlıq etmişdilər ki, bu peşədə yuxu deyə bir şey yoxdur. Yəni ola bilər ki, gecə yuxunuzdan sizi ayıldaq və uçuşa, reysə çağıraq. Çünki bizdə, necə deyim, sizə bir ay qabaqcadan demirlər ki, hara uçacaqsınız. Ona görə siz həyatınızı plansız bir şəkildə yaşamağa başlayırsınız təyyarə bələdçisi olanda. Təbii ki, digər xarici aviakompaniyalarda, məsələn Emirates-ə bir ay öncədən sizə verirlər ki, bir ay ərzində hansı tarixlərdə və hansı ölkələrə uçacaqsınız. Təxirə salınma falan bütün aviakompaniyalarda olur, amma yəni normal olaraq bilirsən. Yəni bunun xəbərdarlığını bizə öncədən etmişdilər, amma mən ciddiyə almamışdım. Yəni işləyənə kimi. İşləməyə başlayandan sonra gördüm ki, mən bunu çox da bacarmıram. Yəni orqanizmam tab gətirmirdi. Gecə vaxtı oyanmağa, reysə getməyə, kabluq üstündə saatlarla gəzməyə mənim orqanizmam tab gətirmirdi. Təbii ki də bu insandan insana dəyişir. Elə insan var ki, heç tükü də tərpənmir. Çox rahat bir şəkildə, yəni gedir, gəlir. Yuxu onun üçün vacib bir şey deyil. Amma mənim üçün yuxu çox vacib bir elementdir.
Xüsusilə, yəni dediyim kimi emosional vəziyyətim də yaxşı olmadığına görə ekstra bir yuxuya ehtiyacım olurdu həmin ərəfə. Və bunu ala bilmədiyimə görə çox aqressivləşirdim, çox belə depressiyaya düşürdüm. Bu arada mənə belə bir sual çox gəlirdi ki, siz ölkə daxili uçurdunuz, yoxsa xarici uçurdunuz? Təyyarə bələdçiliyində belə bir ayrım yoxdur. Əgər sizi təyyarə bələdçisi olaraq işə götürüblərsə, həm xarici uçacaqsınız, həm ölkə daxili uçacaqsınız. Məsələn, mən 2 illik iş təcrübəmdə yalnız bir dəfə Naxçıvan uçmuşam. Yəni, belə. Amma mənimlə bir gələn qızlar var idi ki, ingilis dilləri də super idi. Onlar yəni bəlkə bir ay ancaq Naxçıvan uçublar. Mən daha çox Dubaya, Moskvaya uçurdum. Yəni o çox random bir şəkildə olur da. Yəni kimisə ay bunu Naxçıvana yazaq, ay bunu Praqa yazaq, Barselonaya yazaq, elə bir şey yoxdur. Random bir şəkildə, yəni bir çox yerə uça bilərsiniz. Və elə bələdçilər var idi ki, bu iş üçün doğulmuşdular bu adamlar. Bu işi o qədər sevirdilər ki, yəni məsələn qız üçün gecə durub gəlib Hindistana uçmaq böyük bir problem deyil idi. Bunu həvəslə eləyirdi, sevgi ilə eləyirdi və mən bu insanlara həqiqətən qibtə eləyirəm. Çünki bələdçilik gördüyüm ən çətin işlərdən biridir. Çöldən çox prestijli görsənir. Bax, yaxşı tərəfləri budur. Çox prestijli işdir. Mən nə vaxt giderdim ki, mən təyyarə bələdçisiyəm, amma mənə belə cool, great. Yəni çox yaxşı qarşılanırdım. Xüsusilə o formanı geyəndə sən başa düşürsən ki, nə qədər qürur verici bir peşən var. Təhlükəli bir iş olsa da, həyati riski olsa da, sən bunu dövlət üçün eləyirsən. Həm də insan özünü daha belə güclü, inamlı hiss eləyir. Çünki təyyarə bələdçisi olmaq, yəni sadəcə dediyim kimi yemək, su paylamaq deyil. Təhlükəsizlik qaydalarına riayət eləməlisən. Həm sağlam olmalısan, həm psixi vəziyyətin yerində olmalıdır. Evdə olan baş verən məsələləri sən işə gətirməməlisən. Həm yəni dil biliyin olmalıdır. İnsanlarla yaxşı ünsiyyət qurmalısan. Yüksək səviyyədə xidmət göstərməlisən. Yəni bir çox şeyi özündə əhatə eləməlisən ki, təyyarə bələdçisi ola biləsən. Və dediyim kimi iş saatları da heç vaxt bəlli deyil. Ona görə həyatın belə roller coaster kimi olur. Məni narahat edən məsələlərdən biri qida. Mən normal yemək yeyə bilmirdim. Çünki reys saatları o qədər belə dəxilsiz olurdu ki, məsələn gecə vaxtı İstanbula uçursan və acından ölürdüm, xidmət edirsən, acından ölürsən. Mütləq yeməlisən də, amma gecə saat 4-dür məsələn. Gecə saat 4-də yemək yemiş oluram. Gəlirəm, yatıram, gün orta vaxtı, gecə təzədən dururam, yenə acıyıram. Sonra səhər durub yenə yeyirəm. Belə çox belə plansız bir həyat yaşayırsan. Ya rəfiqələrin səni görüşə çağırır. Deyirsən ki, hə gələcəm və riski birdən-birə səni reysə yazırlar. Puf, itdin. Getmədin. Bir dəfə çağırırlar, 2 dəfə çağırırlar, 3-cüdə çağırmırlar. İnsan münasibətləri də artıq getdikcə soymağa başlayır. Və bu peşə mənə çox gözəl dostluqlar da verdi. Yəni hələ də əlaqəm var. Keçmiş iş yoldaşlarımla görüşürük, eləyirik. Yəni özüm kimi insanlar tapmışam bu peşədə. Çox şükürlər olsun. Bu peşə yəni mənə çox şey qatıb. Çox şey öyrənmişəm. Hərədən bir şey öyrənmişəm. Hər dəfə çox random bələdçilərlə uçurduq. Yəni hərəsi bir şey danışırdı. Hərəsi bir kafadaydı. Hərə bir cür hekayə danışır. Yəni üfqun genişləyir. Çox şey öyrənirsən. Amma gərək biraz ayıq olasan, aktiv olasan. Elə sərnişin gəlir ki, məsələn, Çinli sərnişindir, nə ingilis dili danışır, nə Azərbaycan dili danışır. Əl-qol hərəkətləri ilə sən onu başa düşməlisən, nə istəyir. Təbii ki də təyyarədə oturub səndən Dostoyevskidən danışmayacaq. Yəni bəlli şeylərdən söhbət gedir. Yenə də sən ona köməklik göstərməlisən. Bəs təyyarə bələdçiliyindən niyə çıxdım? Çünki gördüm ki, mənim həqiqətən dincəlməyə ehtiyacım var. Xüsusilə atamı itirəndən sonra bu mənə psixi olaraq çox böyük təsir bağışladı. Yəni asanlıqla mənim atlata biləcəyim bir şey deyil idi. Üzdən atlatmış kimi görsənirdim. Yəni üzdən hamı elə bilirdi ki, hər şey əladır, superdir. Amma mən öz içimdə çox əziyyət çəkirdim. Və
yəni işləmək istəmirdim. Mən hər səhər duranda, reysə gedəndə ağlayaraq gedirdim. Ki yuxum gəlir, yatmaq istəyirəm, dincəlmək istəyirəm. Bacarmırdım, orqanizmam tab gətirmirdi. Gördüm ki, mənim yaşam tərzim, gələcəkdə qurmaq istədiyim həyatım bu işlə uyuşmur. Deməli, mən daha fərqli bir sahəyə yönəlməliyəm və mənim onurğamda problem yarandı. Hansısa bir uçuşumda turbulans çox olmuşdu və mən yıxılmışdım. Kabluk üzərində idim. Ondan sonra mənim ağrım getdikcə çoxalmağa başladı və sən demə onurğamda disklər sürüşüb və mən otura bilmirdim. Məsələn, ancaq ya dik dayanmalıyam, ya da uzanmalıyam. Elə bir vəziyyətdə idim. Çox gəzəndə ağrıyırdı və mən gördüm ki, artıq yəni kainat mənə deyir ki, Mina, çıx. Çıx və biraz dincəl. Ona görə ərizəmi yazdım və çıxdım. Sonra həkim mənə dedi ki, sən pilateslə məşğul olmalısan onurğandakı problemə görə. Mən zaten 5 ildən çoxdur ki, pilateslə məşğul idim. Çünki məndə daha öncə də belimdə problem olub, skoliozum olub, eyni zamanda kifozum da olub. Ona görə mən 16-17 yaşımdan bəri ancaq pilates eləyirəm. Xüsusilə də individual şəkildə eləyirdim. Ona görə mən pilateslə əlaqəli hər şeyi bilirdim, demək olar ki. Daha sonra mən başladım, boş bekar idim, işsiz, gücsüz. Pilates yerləri axtarmağa. Bütün salonlara getmişəm, bütün pilates mərkəzlərinə getmişəm və gördüm ki, mənim əslində trenerə ehtiyacım yoxdur. Mən trenersız da çox gözəl eləyə bilirmişəm bunu. Dedim ki, niyə trener olmayım? Mən zaten bunu bacarırım. Gedim bir təlim alım. Və həmin ərəfə Azərbaycana ASI gəldi. Avstraliya Sport İnsitut, bura qoyarım. Onlardan level 1 mat və reformer təlimi aldım. Çox gözəl də keçdi. İmtahanı da 100% keçdim. Çox gözəl ballarla keçdim. Və daha sonra işləməyə başladım pilates treneri olaraq. Orada da zaten praktika elədim. Hər trenerdən yeni bir şeylər öyrəndim. Mən orada anladım ki, hər trenerin fərqli bir tərzi var. Biri daha çox dartınma verir, stretching verir. Biri daha çox kardioya yatqındır. Yəni hərənin öz stili var. Və hərəsindən yeni bir şeylər götürdüm. Çox yaxşı dostluqlarım oldu. Şükürlər olsun. Hələ də əlaqəm var onlarla. Təşəkkür edirəm mənə öyrətdiyi, qatdığı şeylər üçün hamısının. Belə, yəni bu peşəni artıq ətraflı öyrənməyə başladım. Xoşbəxt idim. Həyatımda mənim artıq düzən oldu. Mən səhər durmağı sevən bir insan deyiləm, amma pilatesə görə mən səhər 7-də dururdum və gedirdim dərs deməyə. Düzdür, evimə də yaxın idi, ayaqla gedirdim, gəlirdim. Yəni bunu mənim anam belə hiss eləmişdi ki, sən həmişə reysə gedəndə ağlayaraq gedirdin və mən gözlərimə deyir, inana bilmirəm ki, sən səhər özün durub, xoşbəxtliklə durub işvə gedirsən. Yəni bu biraz artıq işini sevməklə əlaqəlidir. Mən demirəm ki, təyyarə bələdçiliyi pis işdir, işləməyin falan filan belə bir şey demirəm. Amma təyyarə bələdçiliyi onu sevən insan üçün gözəl bir işdir. Mən anladım ki, mən bu peşə üçün doğulmamışam. Hə, mənim gözəl ünsiyyət bacarığım var. Mən yaxşı xarici dil danışa bilirəm. Mən dünyanın hər yerindən insanla əlaqə yarada bilərəm, dostluq yarada bilərəm. Məni at Antarktikaya, orada da mən həyat quraram, yaşayaram. Yəni qorxum yoxdur. Dünya mənim evimdir və mən Afrikaya da gedib orada mən dil taparam, yaşayaram. Çünki biz fərqli dilləri danışsaq da, fərqli dinlərdən, fərqli etnik qruplardan olsaq da insan insandır. Yəni alova əli vuranda Afrikalı da yanır, sən də yanırsan. O da övladını itirəndə ağlayır, Azərbaycanlı da itirəndə ağlayır. Amma yenə də mənim bu peşənin iş saatlarına falan bədənim tab gətirmədi. Ona görə deyirəm ki, bu biraz zövq işidir. Məsələn, random bir şəkildə gedib futbolçu olmarsan. Bu peşəyə sənin marağın olmalıdır. Və ya random bir şəkildə pilot olanı mən görməmişəm. Pilotluğa marağın varsa sən pilot olursan. Pilatesdə də yəni yaxşı və pis tərəfləri də var. Yaxşı tərəfləri odur ki, daimi olaraq idmanla məşğulsan, fiziki olaraq yəni xoşbəxtsən, rahatsan, özünə diqqət edirsən. İkinci gözəl tərəfi insanların inkişafına dəstək olursan. Məsələn, mənim pilatesdə ən çox sevdiyim şeylərdən biri də xanımlarla işləməyim idi. Qadınların gözəlliyinə bir qatqı verdiyim üçün, bir töhfə verdiyim üçün mən çox xoşbəxt hiss edirdim. Digər yaxşı
tərəfləri odur ki, yəni əgər marağınız varsa deyirəm. Marağınız varsa, müştərilərdə nəticəni görəndə insan çox xoşbəxt olur. Məsələn, birinci gün necə idi, 3 ay sonra necə idi, arıqlayır, istədiyi bədəni alır və bu insana xoşbəxtlik verir həqiqətən ki, mən bu nəticəni aldırdım bu insana. Bacardım bunu. Bu da dopamini yüksəldir, insanın özünə inamını yüksəldir. Yəni hər şey bir-birinə zəncirvarə bağlıdır. Çətinlik olaraq mən deyərdim ki, təyyarə bələdçiliyi ən çətin işlərdən, peşələrdən biridir. Amma pilates trenerlığı o qədər də mənə çətin gəlmədi. Ola bilər ki, elə insan olar ki, onun üçün pilates trenerlığı daha çətin gələr. Bu məncə individual yanaşmadır. Və düşünürəm ki, pilatesdə yəni həvəs işidir. Bu da məncə zövq işidir. Təyyarə bələdçiliyi kimidir əslində. Yəni durub heç kim gedib, yəni durduq yerə pilates treneri olmur. Buna müəyyən qədər bir istəyin, həvəsin olmalıdır deyə düşünürəm. Bu arada saçlarım uzanıb. Çox xoşbəxtəm. Uzun müddətdir ki, baxım eləyirəm. Bu haqqda da bir video çəkməyi düşünürəm, amma tam nəticə alım sonra çəkəcəm. Nəysə, keçək konumuza. Belə, pilates treneri olandan sonra gördüm ki, həyatım daha da düzənə oturdu. Amma yenə də içimdə bir boşluq var idi. Tam olaraq məni tətmin eləmirdi bu iş. Çünki ancaq fiziki olaraq işləyirəm və pilateslə əlaqəli bildiklərimi bölüşürəm. Yəni mən oturub orada, nə bilim, Atilla xanın qardaşını necə öldürdüyündən danışa bilmirəm də. Mənə daha maraqlı olan məsələlər də var və bunları bölüşə bilmirəm. Bildiyim hər şeydən istifadə edə bilmirdim. Ona görə biraz məyus olurdum ki, məni tam tətmin eləmir bu iş. Sonra düşündüm ki, mən niyə bildiyim hər şeyi yalnız bir peşədə istifadə eləmək istəyirəm ki? İnsan yalnız bir peşə ilə, bir sahə ilə məşğul olmaq üçün dünyaya gəlməyib ki. Tarixdə, yəni baxırsan, məsələn, Leonardo da Vinci həm rəssamdır, həm filozofdur, həm nə bilim, riyaziyyatçıdır. Bir çox işlə məşğuldur bu adam. Mən niyə olmayım ki? Və mən başladım ingilis dili dərsləri deməyə onlayn şəkildə. Daha xoşbəxt hiss etməyə başladım. Gördüm ki, hə, əslində tətminlik hissi var. Daha özümü belə rahat hiss eləyirəm, xoşbəxt hiss eləyirəm. Daha sonra YouTube'a başladım. YouTube'da artıq bildiyim şeyləri bölüşə bildiyim üçün bir dənə də insana köməyim dəysə, bu mənə bəsdir. Fikri ilə yanaşdığım üçün mən tətminlik hissini hiss eləməyə başladım. Və pilatesi daha da çox sevdim ki, problem pilatesdə deyilmiş. Problem məndəymiş. Özümü pilatesdə təkmilləşdirəndən sonra da, daha sonra iş yerimi dəyişdim. Hal-hazırda MG pilatesdə fəaliyyət göstərirəm. Bu arada 1-3-5 dərslərimə yazıla bilərsiniz. Həm individual, həm qrup dərslərimə. Yəni, və gördüm ki, mən əslində bu iş üçün yaranmışam. Həvəslə eləyirəm. Səhər 8-də durmaq mənim üçün 7-də, mənim üçün yəni dərd deyil. Ağlayaraq işə getmirəm. Ayda, sabah iş var. Fikri ilə işə getmirəm. Ayda, sabah iş var. Görürsən, sabah hansı hərəkətləri verim? Görürsən, sabah stretching elətdirim, yoxsa kardio elətdirim? Yəni, nə bilim, gecə yatanda ağlıma bir hərəkət gəlir, riski deyirəm ki, sabah bunu elətdirərəm falan. Özüm, yəni, qıraqdan özümü müşahidə eləyəndə görürəm ki, hə, mənim bu peşəyə həqiqətən həvəsim var imiş. Çünki sevərək elətdirirəm. Mənə hətta o suallar da gəlir ki, bəs bədən quruluşunuz, figuranız gözəldir, bunu necə əldə eləmisiniz falan. Çox təşəkkür edirəm birincisi, məni gözəl gördüyünüzə görə. Yəni, mənim məşğul olduğum yeganə idman növü pilatesdir. Bundan əlavə, bəli, yoga da eləmişəm. Real Aikido da eləmişəm. Çox qısa bir müddət amma. Amma mənim illərlə məşğul olduğum yeganə idman növü pilatesdir. Uşaq vaxtı üzgüçlüyə də gedirdim mama ilə. Belə, yəni, mən heç vaxt çox arıq bir insan olmamışam. Mənim quruluşum yumrudur. Yəni, balıq ətliyəm biraz. Quruluşum belədir. Amma daim çalışmışam ki, sağlamlığım üçün idmanla məşğul olum. Xüsusilə onurğam üçün. Mənim üçün ən vacib şey onurğadır. Bir insana baxanda mən birinci onurğasına baxıram. Bilmirəm niyə belə bir xüsusiyyətim var, amma məsələn, rəfiqəmlə otururuq. Bir nəfər keçir və deyir ki, bax, gör nə gözəl qızdır, ya nəyə yaraşıqlı oğlandır. Və mənim onda birinci baxdığım şey onurğadır.
Deyirəm ki, hə, kifozu var. Hə, gözəl qızdır, amma kaş skalyoz olmuyor. Yəni belə reaksiya verirəm də. Mənim üçün ona görə əsas məsələ onurğadır. Onurğa sağlam olandan sonra düşünürəm ki, insan da bir çox məsələdə sağlamdır. Məsələn, skalyoz olanda avtomatik olaraq matqanı da əzir. Daha sonra bu sonsuzluq yarada bilər. Belə-belə çox zəncirvari problemlər yaradır. Ona görə onurğanıza fikir verin, salamat qalın. Yəni, qısacası ilk olaraq bir dəftər qələm götürürsünüz və sizin üçün həyatdakı prioritetlər nələrdir, onları yazırsınız. Mən öz prioritetlərimi bilməmişəm. İş sahəsinə atılandı. Daha sonra mən prioritetləri kəşf eləməyə başladım. Məsələn, mən anladım ki, mənim üçün ən dəyərli şey düzənli həyatdır. Düzənli yuxu saatıdır, düzənli vaxtı, yəni düzənli şəkildə yaşamaqdır. Düzənsiz bir yuxu saatı, gecə işləmək mənlik deyil. Mən məsələn bunun fərqində deyildim tələbələrçisi olmazdan əvvəl. Sonradan bunu kəşf elədim. Yəni əgər işdə qanun qayda varsa, əgər işdə rahatlıq varsa, sərbəstlik varsa, əgər mən öz şəxsi həyatıma vaxt ayıra bilirəmsə və əgər bu iş mənim yuxumdan oğurlamırsa, bu əla bir işdir. Mənim prioritetim budur. Elə insan var ki, prioriteti yalnız əmək haqqıdır. Elə tanışım var, yəni sərdən axırama kimi işləyir, amma deyir ki, əsas odur mənim üçün hər ayın sonunda mən bank hesabımda çoxlu pul görmək istəyirəm. Mənim prioritetim budur. Ola bilər. Belə bir sual yarana bilər ki, ağlınızda, bəs təyyarə bələdçiliyi sənə görə bir iş deyilsə, niyə Emirates-də işləmək istəyirdin? Çünki Emirates-də işləməyimin əsas səbəblərindən biri, daha doğrusu işləmək istəməyimin əsas səbəblərindən biri Dubayda yaşamaq idi. Dubaya köçmək istirdim, orada bir həyat qurmaq istirdim və Emirates-in qalmalı reysləri daha çoxdur. Yəni gedib qala bilirsən, long haul reysləri deyilir, uzun reyslər olur. Və düşünürdüm ki, gözəl bir təcrübə olar. Övladlarıma danışaram ki, sizin mamanız Emirates-də işləyib. Maraqlı xatirələri toplayaram deyə düşünmüşdüm. Bir müddət hətta pul yığıb, daha sonra orada bir biznes qura bilərdim, bir iş aça bilərdim. Hani belə uzun vadəli planlarla mən əslində ora müraciət etmişdim. Amma dediyim kimi daha öncəki videomda barmağım 1 santı çatmadığına görə mən qəbul olmadım. Düşünürəm ki, bunlar hamısı mənə bir mesajdır. Kainatın mənə bir mesajıdır. Yəni mən ora getsəydim bəlkə xoşbəxt olmayacaqdım. Düşündüyüm qədər, yəni məni təmin eləməyəcəkdi. Ona görə hər şey xeyirliyə doğru olur. Mən pis olmuram, heç nə hiss eləmirəm yəni bu barədə. Olmur, olmaz. Daha yaxşısı olur. Çox təşəkkür edirəm izlədiyinizə görə. Ekstra bir sual olarsa rəylərdə gözləyirəm. Çox təşəkkürlər. Abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun.